Bismillahirrahmanirrahim. Müqəddəs Quran-ı Kərimi sadələşdirilmiş sürətli üsulla anlama dərslərimizi davam etdiririk. Allah Taala'nın köməyi ilə 125 kəlməni öyrənməklə Quran-ı Kərimin 50% kəlməsini anlamağı hədəfləyirik inşallah. Bu dərsimizdə artıq 55-ci kəlməni də öyrənəcəyik. Cəə gəldi deməkdir. 171 dəfə təkrarlanır. Və cəə, fəcəə, cəəhu və cəə kimi rast gəlinir. Nəsr surəsi 1-ci ayə. İzə cəə nəsrullahi vəl fəth. O zaman ki cəə gəldi, nəsrullah Allahın köməyi, vəl fəth və zəfəri. Xaləqə yaratmaq deməkdir. 237 dəfə təkrarlanır. Xaləqə yaxluqu, uxləq, xaliq, məxluq kimi rast gəlinir. Fələq surəsi 1-ci, 2-ci ayə. Qul əuzu bi rabbil fələq min şərri ma xaləq. Kul de, əuzu sığınıram, bi rabbi, Rəbbidə, fələq, sübhün, min, dandan şəkilçisi, şərri, şərdən, mə xələq, yaratdıqlarının. Ən-nəs, insanlar deməkdir. 241 dəfə təkrarlanır. Və-nəs, lid-nəs, bin-nəs kimi rast gəlinir. Ən-Nəsr surəsi 2-ci ayə. وَأَرَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللّٰهِ أَفْوَاجًا. وَرَأَيْتَ gördüğündə nəs insanları yədxulunə daxil olurlar, girirlər. Fi dinillahı Allahın dininə əvvacə dəstə-dəstə. Fəələ etmək deməkdir. 100 dəfə təkrarlanır. Fəələ, yəfəlu, ifəl, fəil, məf'ul kimi rast gəlinir. Ənbiya surəsi 59-cu ayə. Qalu mən fəələ həza bi əlihətinə innəhu lə minəz zalimin. Qalu dedilər, mən kim fəələ etdi, həza bu ilə bi ilahətinə ilahlarımıza, tanrılarımıza. İnnəhu şübhəsiz o ləbinə zalimin zalimlərdəndir, zalimlardandır. Bu İbrahim əleyhissalamın o bütləri sındırdığı zamanı bütpərəstlərin dediyi sözdür. Cəələ təyin etmək deməkdir. 344 dəfə təkrarlanır. Cəələ, yəcəl, icəl, cəil, məcul kimi rast gəlinir. Talaq surəsi 3-cü ayə. Qəd cəələllahu li kulli şeyin qadra. Qəd cəələ təyin etmişdir. Allah li kulli şey, bütün şeylərə, hər bir şeyə qədra. Qədra, qədər, ölçü. Bir qədər ölçü təyin etmişdir. Fətəhə. Quran-ı Kərimdə 25 dəfə təkrarlanır. Fətəhə aşkar etmək, açmaq. Fatihə surəsi sözü də elə buradandır. İftəh, fətih, fəth etmək, zəfər çalmaq, məftuh, fəth kimi rast gəlinir. İzə cəə nəsrullah vəl fəth. Artıq baxdığınız kimi bu sözlərin hamısını demək olar ki, bilirik. Tərcüməni də sadə şəkildə deyə bilərik. İzə cəə nəsrullah vəl fəth. Zaman ki cəə gəldi, nəsrullah Allahın köməyi, vəl fəth zəfəri. Nəsərə və bu ayədə olan kömək sözüdür.
80 dəfə Qurani Kərimdə təkrarlanır. Nəsəra, yənsur, unsur, nasir, mənsur kimi rast gəlinir. Elə həmin ayəyə baxdıqda artıq bu ayənin bütün sözlərini bilirik. İzə cəə nəsrullah vəl fət. İza o zaman ki, cəə gəldi, nəsrullah, Allahın köməyi, vəl fət və zəfəri. Bununla da bu kəlmələr, bu dərsimizdəki kəlmələrini bitirdik. İndi isə özümüzü yoxlayaq və həmin sözləri deməyə çalışaq. Cəə gəldi, xələqə yaratmaq, ənnas insanlar, fəələ etmək, cəələ təyin etmək, fətəhə fət açmaq və növbəti sözümüz nəsr yardım, kömək deməkdir. İnşallah bu dərsimizdə yekunlaşdırdıq. Növbəti dərsimizdə görüşənə kimi Allaha əmanət olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.